Hər vaxtınız xeyir olsun gənclər. Söhbət puldan gedən videolarımıza qaldığımız yerdən davam edirik. Bugün sizə telefonla pul qazana biləcəyiniz yeni bir sayt təqdim edəcəm. Biz bu saytdan onlayn istifadə edərək gün ərzində ortalama 4-5 dollar qazana bilərik ən az. Sayt deyəndə bu Telegram botudur. Belə deyək də, mining saytını qoşublar Telegrama və artıq buradan giriş edirsiniz. Belə düşünə bilərsiniz. Linkini verəcəm videonun altında. Həmin linkdən birbaşa giriş edib sayta daxil olursunuz. Burada yatırımsız da pul qazanmaq olur, amma yatırımsız az verirlər də. Yəni gündəlik qazandırdığı təxminən 1 manat falandır. Amma yatırım eləsəz, gündəlik daha çox normal qazanclar götürə bilirsiniz. Burada məntiq nədir? Bildiyimiz digər standart saytlara bənzəyir və çıxarışda mən əsasən Binance-yə girəm, amma fərqi yoxdur. Siz istənilən borsalara da ödəmə ala bilərsiniz. Giriş eləyəndə belə bir bölmə qarşılayır bizi, ana səhifəsi. Mən hər videomuzda sizə bildirirəm, yenə deyim. Mining saytlarında və yaxud Telegram botu fərqi yoxdur, hər hansısa bir oyun. Əgər bunlarda yatırım varsa, yəni siz bura yatırım eləyirsinizsə, hər zaman riskləri gözə alın. Yəni risk deyəndə ola bilər siz yatırım eləyərsiniz, 5-6 ay buradan pul qazanarsınız. Ola bilər tam tərsi, yatırım eləyərsiniz, bir gün sonra sayt bağlanır. Yəni bu kimi halları nəzərə alın, ondan sonra istifadə edin. Deməli, giriş elədik hesaba. Burada pul qazanmanın üsullarını göstəribdir. Məsələn, deyir ki, birinci səviyyə paket, mining paketi pulsuzdur. İkincinin dəyəri 9 dollar, üçüncünün dəyəri 24 dollar, nə bilim, digəri 60 dollar belə. Bəs yaxşı, bunların qazandırdığı pul nədir? Məsələn, siz 9 dollar yatırım eləyib, gəlin buradan, yox elə buradan göstərim. 9 dollar yatırım eləsəz, gündəlik qazancınız olur 2 dollar 18 sent. 24 dollar yatırım eləsəz, gündəlik qazancınız olur 6 dollar 18 sent. Yəni ortalama belə başa düşmək olar ki, bizim yatırım etdiyimiz məbləğ 4 gün ərzində geri qayıdır. Artıq 4 gündən sonra nə qazansaq bizim xeyrimizədir. Belə. İndi hal-hazırda məndə olan 60 dollar dəyərində və gündəlik qazancı 16 dollar olan paketdir. Belə deyək də, 4 gün ərzində öz pulum geri qayıdır. Mənə lazımdır ki, sayt ən azından 4 gündən çox işləsin ki, mən buradan normal pul qazanım. Yəni, öz yatırım edədiyimdən daha çox qazanmış olum da, belə deyək. İndi burada başqa paketlər də var. VIP 4, 5, 6, ta ki 10-a qədər gedir və bunların dəyəri də artır getdikcə. 150, 300, 700, 1000, 5000. Dəyəri artdıqca gündəlik bizə verdiyi pul da artır, amma siz gəlib burada 500 dollar, 1000 dollar yatırım eləməyin. Yəni mənim şəxsi fikrimdir bu. Hər zaman deyirəm ki, mining saytlarına maksimum məncə qoymaq olar 50 dollar, 100 dollar bu tip. Yəni mən hər saytda əsasən VIP 1 və yaxud maksimum 2-ni alıb istifadə edirəm. Belə pul qazanıram. İndi mən özümün də qazancımı göstərib çıxarış eləyəcəm. Bəs yaxşı, bunları istifadə etmək üçün nə etmək lazımdır? Yəni balansımızı biz necə artırmalıyıq? Gəlirik bura. Yenidən şarj et bölməsi var. Görürsünüz. Bura giriş edirik. Balansımızı artırıb pul qazanmaq üçün. Burada bizə 5 fərqli yatırım üsulu göstərir. TRC20 və B20 USDT var. Tron coin'i var, BNB coin'i var. Bu cür. İndi sizə hansı rahatdırsa, hər hansısa bir üsulla yatırım edə bilərsiniz. Məsələn, mən göstərim TRC20 USDT. Sizə verilən bu adresə pulu göndərirsiniz. Məsəl üçün, nə qədər yatırım etmək istəyirsiniz? 24 dollar. Göndərdiniz. Göndərəndən də sonra bura şarj işləmi tamamlandı bölməsinə klik edirsiniz. Pullar təsdiq olur, köçür balansınıza. Belə. Məsələn, yatırım elədiniz. Pul gəldi hesaba. Hər şey qəşəng. Artıq burada balansınızda görsənir. Gəlirsiniz bura VIP-yə. Pulunuz çatan mining paketini aktiv edirsiniz. Aktivləşdir falan yazır. Aktiv edirsiniz. Daha sonra gündə bir dəfə sol altda görev var. Bu hissəyə gəlib görürsünüz mənim bu günlük tapşırığımı veribdir. Və bu tamamla yerindən bunu tamamlayıram. Tamamlaya vurdum. Ekranda 5-10 saniyə belə bir şey fırlanır. Və tamamlandı. Əla. Tamamlanandan sonra artıq mənə pulumu vermiş oldu. Mən bunu bir də ala bilərəm 10 saat 35 dəqiqədən sonra.
Növbəti pulunuzu alma vaxtı yuxarıda göstərilir saatdan. Ora baxıb təyin edə bilərsiniz. Yəni görə bilərsiniz ki, sizin növbəti qazancınızı nə vaxt verirlər. Və pul qazandıq, görürsüz balansımda görsənir. İndi bunu çıxarış eləmək lazımdır. Withdraw bölməsindən, yəni geri çəkilmək yerindən. Gəldim bura. İlk dəfə də pul çıxarıram deyə bura mən bir şifrə yazmalıyam. Şifrəni də elə gəlin sizlə bərabər yazın bura. Aha. Birinci yerə yazdım. Şifrəmi də yazdım. İndi bir dənə kopyalayayım ki, sonra yenidən ehtiyac qalmasın. Şifrəmi təyin elədim. İndi pul çıxarmaq üçün birinci yerə yazmalıyam 16. Bura gəlib şifrəmi yapışdırıram. Bura isə pul çıxarma adresi. Baxın, burada seçimlər var. B20 USDT, nə bilim, TRC20 USDT. Mən B20 şəklində Binance-a çıxarmaq istəyirəm. İndi görüm limit falan orada nə yazmışdı. Hə, limit yoxdur. Gəldim Binance-a depozit deyirəm. USDT-ni seçdim. Və adresimi kopyaladım. Saytda yapışdırıram. Və təsdiq etdim. Əla. Pul çıxarışı tamamlandı. Təxminən 1-2 dəqiqə gələr hesabıma. Ona kimi mən sizə burada başqa bölmələri izah edeyim. Məsələn, burada takım var. Takım nədir? Bizim referanslarımız. Burada bizim referans linkimiz, referans kodumuz hamısı var. Bu nə deməkdir? Biz öz referans linkimizi paylaşsaq kimlənsə, Facebook qrupunda, Telegram kanalında, nə bilim, hansısa bir insanla bizim linkimizdən kim qeydiyyatdan keçsə, bizim referansımız olur. Və referansımız sayta yatırım eləyəndə sayt bizə bonus verir. Həmin referansın yatırımının 13%. Məsələn, sizin referansınız gəldi sayta 24 dollar pul vurdu. Siz ortalama bir 3 dollara yaxın bonus qazanmış olasınız. 2.50 falan da belə bonus qazanasınız. Uzur gənclər. Artıq baxın, bunların göndərdiyi pul da gəlir hesabımıza və bunların belə müştəri dəstəyi Telegram kanalları var. Görürsünüz, Telegram kanallarında müəyyən məlumatları, bilgiləri falan paylaşırlar sizlə. Lazım olsa gəlib bunlara da baxa bilərsiniz, əgər işinizə yarayacaqsa. Və bu da bizim artıq pulumuz köçür Binance-a. Yəni hər hansısa bir sıxıntı yoxdur. Elə çıxarış edədiyimiz 1-2 dəqiqə ərzində pul gəldi. Artıq təsdiq də olur. Problemsiz artıq təsdiq oldu. Bu qədər. Pul qazanmağı gördük. Pul çıxarmağa da baxdıq. Hələ ki Telegram botu sayt normal işləyir. Yəni təbii ki uzun müddətdə olar, yoxsa qısa müddətdən sonra bağlanar. Bunu heç kim dəqiq sizə deyənməz. Belə gənclər, izlədiyiniz üçün təşəkkürlər.